Bismillah. Bu video iki tip insanlar üçündür. Birinci, online pul qazanmaq istəyir, amma bilmir hardan başlasın. İkinci, Instagram üzərində satış edir, sadəcə həmin satışlarını artırmaq istəyir. Ona görə də bu videonu mütləq şəkildə axıra kimi izlə. Sadəcə ağlında iki variant tut. Birinci variant, hər gün düşünürsünüz ki, görəsən bugün satışlar olacaqmı? Stories və Reels çəkirsiniz ki, görəsən bu tutsa məndən orada müştəri gələrmi? Reklamı pul qoyursunuz, amma istədiyiniz nəticəni əldə edə bilmirsiniz. Nə paylaşacağını bilmirsiniz ki, insanların marağını cəlb edəsiniz. Motivasiyanız gəh düşür, gəh qalxır. Daha baha satmaq istəyirsiniz, amma qorxursunuz ki, insanlar sizdən almaz. İkinci variant, düşünün ki, düzgün bir sisteminiz var və hər gün müştərilər müraciət edirlər və satışlarınız artır. Reklama 100 manat qoyursunuz və ən azı 2 qatını çıxardırsınız. İndiki kimi çalışırsınız, amma qazancınız 2 dəfə, 3 dəfə daha çoxdur. Əgər ikinci variant istəyirsənsə, mütləq şəkildə kanala abunə ol və bu videonu sona kimi izlə. Ümumiyyətlə mən kiməm və məni dinləmək olarmı? Bəlkə mən sadəcə moşennik, insanı aldadan biriyəm. Mən Pirəliyev uşaqlar. 24 yaşım var, müsəlmanım, əlhamdülillah, idmanla məşğulam. Qısa olaraq insanlara faydalı və ümmətə örnək olmağı çalışan biri. 2021-ci ildən SMM-lə və marketinqlə məşğulam. Sahibkarlara və blogerlərə halal strategiya vasitəsilə şəxsi brend və biznesi inkişaf etdirməyə kömək edirəm. Bu vaxta kimi 15 min yaxın insanı ödənişsiz şəkildə öz dərslərimə cəlb etdim və bu sadəcə sistemlə oldu. Burada gördüyünüz kimi YouTube-dakı olan baxışları görə bilərsiniz. Bu mənim dərsliklərimdir və bu dərs zaten onlardan biridir. Mən elə edirəm ki, takipçi, izləyici YouTube-da, Telegramda və bu videonu izləyən şəxslər mənə tamamilə ödənişsiz gəlir. 4 il ərzində 500-dən daha çox tələbə yetişdirmişəm. Və onlara təkcə nəzəriyyə deyil, həm də müştəri cəlb etməyi və gəlirlərini artırmağa kömək edən praktiki alətlər vermişəm. Mənim sistemimlə çalışan insanlar hansı nəticələr əldə edə bilər? Gördüyünüz kimi mənim tələbəm İsa Zərbəliyev. Sahəsi isə xaricdə təhsildir. Mənim sistemin əvvəl durumu belə idi ki, 53 dənə izləyicisi var idi, aktivlik yox idi, qazanc yox idi, şəxsi brend yox idi, təhsil sahəsində tanınmırdı. Qorxurdu ki, alınmaya bilər. Mənim sistemi ona tətbiq etdikdən sonra 4 rəqəmli qazanclar oldu. 25 mindən daha çox izləyici oldu. 50-dən çox satılan ödənişli konsultasiyalar oldu. Onlarla müştərilər ən tanınmış xaricdə təhsil mütəxəssisi oldu. Toplam artıq 8 milyondan daha çox izləmə oldu. Yəni ki, sizi necə daha çox qazandıracağını bilirəm. Bu dərsdə nələr olacaq? Birinci, biznes modeli haqqında danışacaq. Burada sizə hansı sahə daha uyğun olacağını danışacaq. Yəni ki, siz hal-hazırda əgər qazanmırsınızsa, amma online şəkildə qazanmaq istəyirsinizsə, buna uyğun hansı sahələr var, mən bu haqda deyəcəm. Əgər yox, biznesiniz varsa, sadəcə bu biznes hal-hazırda nə dərəcədə uyğundur, o haqda özünüz analiz edəcəksiniz. İkinci, xidmət seçimi haqqında danışacaq. Üçüncü, SMM-in təməli haqqında danışacaq. 4. 3 addımlı qazanc sistemi haqqında danışacaq. Yəni, həmin sistemdir ki, tələbələrimə, mənə və digər insanlara sosial media üzərində qazandırır. Başlanğıc üçün biznes modeli. Birinci, 1000 manata kimi yatırım olmalıdır. Yəni ki, 1000 manatdan daha çox yatırım etməyi tövsiyə etmirəm. Və sadə biznes prosesi olmalıdır. Düşünək ki, biznes modelimiz evlərin tikintisisidir. Amma orada torpaq, fundament, işçi tapmaq, material, proyektlərin hazırlanması, tikinti özü, havalandırması, kanalizasiya, nəmlə, dam, sənədləşdirmə və digər məsələlər var. Amma ikinci variant da var. İngilis dili kursu və ingilis dili müəllimliyi. Dərslərin yazılması, kontent vasitəsilə onun satılması. Bu qədər. Yəni ki, sizə başlanğıc üçün ağır biznes prosesli olan iş lazım deyil. Başlanğıc üçün hansı biznes model daha uyğundur? Birinci, dediyim kimi 1000 manata kimi yatırım. Ən rahatı odur. Çünki çox itkisi olmayacaq sizə. Əgər yox, ev tikintisidir, maşın alveridir və digər məsələlərdirsə, orada artıq çox pulu tələbat var. Və böyük risklidir ki, siz o pulu itirəcəksiniz. Çünki 95% biznes 1 il ərzində bağlanır. İkinci, sadə biznes proses. Yəni ki, çox addım olmalı deyil. Sadə olmalıdır. Və üçüncü, xalis mənfəəti ən azı 80% olmalıdır. Yəni, Lorder'ın desək, təmiz gəliriniz ən azı 80% olmalıdır. Atıram, bu telefondur. Bunun qiyməti 1000 manatdır. Yəni, siz bunu elə satmalısınız ki, sizin buradakı olan təmiz gəliriniz 80% olmalıdır. Əgər 80%-dirsə, o zaman bu biznes modeliniz inşallah ki, uyğundur. Əgər yox, 80%-dən çoxdursa,
sizə qalan xeyir, misal üçün 10%, 20% ise o zaman tövsiyə etməzdin. Amma sual verin, hansı biznes modeli bu 3 parametrləri var? Birinci, A variantı, daha daim biznesi. B variantı, fırıldaqçılıq. C variantı, çaq-çuq. Və D variantı, xidmət satışıdır. Əlbəttə ki, bu xidmət satışıdır. Nəticə, əgər siz biznesə yeni başlayırsınızsa və sərmayəniz azdırsa, xidmətlərin satışdan başlamaq ən rahat yoldur. Əgər yox, artıq sizə pul gətirən biznes var. Hansı bir biznesiniz var, amma ola bilsin ki, pul gətirir, çox gətirir, az gətirir. Və onun sosial media üzərində necə inkişaf elətdirmək haqqında birazdan danışacağam. Ona görə də videodan çıxma, axır kimi izlə. İndi isə biz anlayırıq ki, əgər xidmət satışına məşğul olacaqsa, onu doğru, dürüst seçmək lazımdır. Əgər bayaq dediyim kimi, yox, sizdə artıq biznes varsa, biraz səbir edin. 5 dəqiqədən sonra artıq sosial mediada o həmin biznesi necə inkişaf elətdirə bilərsiniz, o qədər danışacağam. İndi isə gəlin qazancılı xidmət seçimini edək, qazancılı. Birinci, bir satışdan ən azı 100 manatımız qazancımız olmalıdır. Yəni xeyrimiz ən azı 100 manat olmalıdır. İkinci, məkana bağlı olmalı deyil. Yəni oturduğunuz yerdə, evdə, Afrikada, Dağıstanda fərqi yoxdur. Onu rahatlıqla görə bilərsiniz onlayn şəkildə. 3. Asanlıqla yerinə yetirilməlidir. 4. Daimi ödənişlər olmalıdır. Daimi sizə ödənişlər gəlməlidir. Yəni bir dəfəlik olmalı deyil. Atıram, bu telefon satıram, vəsə. Bir dəfə verdim, qutardı, getdi, yox. Daimi ödənişlər gəlməlidir. 5. İşi böyütmək asandır. Və bu 3 parametri olan sahələr olmalıdır ki, orada rahat şəkildə pul qazana biləsiniz. Həmin xidmətlərə nə aiddir? Saytların yaradılması, onlayn müəllimlik, Reels çəkilişi, Direct Manager, SMM, Targetolog, Blogger meneceri, content planı yazan şəxs və digərləri. Amma bunların hamısını birləşdirən, bayaq dediyim hamısını birləşdirən demək olar ki, SMM-dir. Və mən şəxsən onu tövsiyə edirəm sizə. SMM nədir? Gəlin onları dilində izah edeyim. Sosial media marketing. Bu sosial medialarda fərq yoxdur. YouTube, Instagram, TikTok və digərləri. Orada hansı bir məhsulu və ya xidmətini tanıtdırırsınız və həmin tanıtma vasitəsilə satışları edirsiniz. Qısa olaraq budur. Misal üçün düşünək ki, bir şirkətdə çalışırsınız və həmin şirkətdə bir məhsul var və onu daha çox insanın tanıtılmasını istəyirsiniz. Bunun üçün sosial mediada reklam yerləşdirirsiniz. Maraqlı postlar düzəldirsiniz, insanlarla connect edirsiniz, yəni ki, əlaqə qurursunuz insanlarla. Bu da həmin məhsulu daha çox insanın tərəfindən tanınmasına və almasına ehtimalını kömək edir. SMM-də olan əsas məqsədlər nədir? 1. Şirkətə və ya məhsula daha çox insanın diqqətini cəlb etməkdir. 2. İzləyicini müştəriyə çevirməkdir. Və 3. Müştərilərlə əlaqəni gücləndirməkdir. Sosial mediada işləməklə insanlar məhsul daha çox görür, məhsul haqqında daha çox məlumat alır və onun vasitəsilə məhsulu əldə edir. Və ümumiyyətlə, niyə görə mən şəxsi SMM-i seçmişəm? Və sizə də əgər işiniz yoxdursa, SMM-i tövsiyə edirəm. Birinci, yaxşı gəlir. Çünki bir müştəridən siz təxmini 250-1000 manata kimi xeyriniz ola bilər. İkinci, az xərclər. Yəni ki, gəlirdən 5%, 10%, 15%-ə kimi yatırım edirsən ki, bir sözlə sənə yeni müştərilər gəlsin. Üçüncü, tez böyümək imkanı. Yəni xərclər olmadan. Dördüncü, pulsuz müştərilər. Çünki content marketing vasitəsilə sizə pulsuz olaraq müştərilər gələcək. Necə ki, mənə. İndi isə gəlin SMM-in təməlindən danışaq. Bunları bilən şəxs öz biznesini artıra bilər və ya SMM-çi kimi çalışıb onlayn qazanc əldə edə bilər. 1. Hədəf auditoriyanın analizi. 2. Content plan. 3. Reels çəkilişi. 4. Satış strategiyası. 5. Huni. 6. Reklamı yerləşdirmək. 7. İzləyicini artırmaq. 8. Analitika. 9. Brendin yaradılması. Bu təmin biliklərdir ki, öz biznesini artırmaq istəyirsə və yaxud SMM2 kimi çalışıb pul qazanmaq istəsə, bunları bilməlidir inşallah. Və bunlar hamısı Instapool'da var. Yəni bir çoxları bəlkə bu haqqda məlumatı yoxdur. Instapool halal yollar vasitəsilə səhifənizi inkişaf etdirən, işinizdə qazancı artıran bir sistemdir. Onun haqqında inşallah ki, videonun sonunda sizə məlumat verəcəm. İndi isə gəlin SMM-i öyrənmək istəyənlər insanlardakı beynindəki olan vəsvəsələri yığışdıraq. Adətən insanlar deyir ki, rəqabət çoxdur, müştərilər tapmaq çətindir və s. Belə deyik, bizneslər həmişə SMM mütəxəssisə ehtiyacı var. Əsas odur ki, insan öz işini
mütəxəssis olsun və özünü düzgün şəkildə insanlara təqdim edə bilsin. Budur. Və bəzən deyir ki, qorxuram ki, SMM məni qazandırmaz. Yenə dediyim kimi, SMM tələbatlı bir peşədir və biznes üçün güclü bir vasitədir. Hər şey düzgün aparılarsa, müştərilərlə işləmək və ya öz biznesinizi, öz layihənizi inkişaf etdirməklə tez bir zamanda sabit bir gəlir əldə edə bilərsiniz. Bəzi insanlar deyir ki, öyrənməyə vaxtım yoxdur. SMM-i əsas addımlardan başlayaraq tədricən öyrənə bilərsiniz. Bir neçə həftədən sonra bilikləri praktika edirsiniz. Tətbiq etmək üçün gündə hardasa 1 saat, 2 saat olsa sizə tamamilə kifayətdir. Və bəzi insanlar deyir ki, biznes SMM olmadan inkişaf etdirə bilər. Müştərilər onsuz da var. Əslində bu yanlış bir düşüncədir. Niyə görə? Çünki SMM olmadan yeni müştərilər etirirsiniz və bütün demək olar ki, rəqiblərdən arxada qalmış olursunuz. Sosial media əsas satış mənbəyidir və bunlar olmadan biznes böyük imkanlar itirir. Və bunları bildikdən sonra biz SMM-ni öyrənməyə niyyətləmişik. Fərq yoxdur. Ya siz sıfırdan pul qazanmaq istəyirsiniz onlayn şəkildə və yaxud artıq biznesiniz var və həmin biznesinin satışlarını onlayn şəkildə artırmaq istəyirsiniz. Gəlin başlayaq. Həmin dediyim videonun əvvəlində 3 addımlıq qazanc sistemi. 3 addımlıq qazanc sistemi nədən ibarətdir? 1. Təklif. Təklif də deyirlər, offer də deyirlər. Nəyi təklif edirsiniz və niyə məhz siz sualına cavab verir? İkinci, trafik. Trafik izləyiciləri və müştərilər hardan əldə etmək olar sualına cavab verir. Və Honi. Honi satış kifli deyirlər, fərqi yoxdur. İzləyicini maraqlanan müştəriyə necə çevirmək olar, oqda cavab verir. İndi hamısını addım-addım sizə izah edəcəm. Təklif, offer. Satışın 80% uğuru nə reklamdır, nə də ki content. Məhz offerdir. Əgər sizin təklifiniz zəifdirsə, başa düşülən deyilsə, o zaman heç bir reklam ona kömək etməyəcək. 90% SEO-çilərin və sahibkarların səhvləri odur ki, onlar satış etdiyi zaman müştərilərdə tam olaraq istəyirəm hissiyyəti yoxdur. Yəni onlar müştəriyə satış etdiyi zaman müştəridə 90% hə istəyirəm, almaq istəyirəm hissiyyəti yoxdur. O da ki, offerə bağlıdır. Çünki offeriniz zəifdir. Fərq yoxdur dediyimiz kimi. Ya SMM-çisinizsə və yaxud sahibkarsınızsa, nəsə satırsınızsa. Düzgün offer insan baxan kimi anlamalıdır ki, bu mənə indi lazımdır. Və biz hardan başa düşək ki, etdiyimiz təklif, yəni offerimizdə problem var. Birinci, insanlar maraqlanır, amma konkret bir istəyi yoxdur. İkinci, müştəri ilə danışdığınız zaman müştəri adətən deyir ki, fikirləşərəm, indi yox, sonra edərəm, bahadır və bu tipli sözlərdən istifadə edirlər. Və hal-hazırdakı offerinizi, təklifinizi gücləndirmək üçün 3Y formulasından istifadə etməyi tövsiyə edirəm. Və güclü offer nədən ibarətdir? Gəlin oxuyun danışaq. Birinci, what? Nə satırsınız? Hansı problemi həll edirsiniz? 2. Why? Niyə məhz o? Yəni digərlərdən fərqi nədir? 3. Why no? Niyə indi almalıyam? Zəif offerin nümunəsini göstərim sizə. Düşünək ki, siz SMM-çisiniz. Səhifənin böyüməsinə kömək edirəm. Bu offerdir. İnsan sizə gəldikdə siz deyirsiniz ki, mən səhifənin böyüməsinə kömək edirəm. Nəyə görə bu offer zəifdir? Birinci barra düşündür ki, bu nə üslubdur? Ondan sonra özəlliyi yoxdur. Yəni bu cür təklif edən SMM-çilər ən qədərdir. Üçüncü təcili deyil. Yəni insan istədiyi zaman ala bilər və öz ağlında düşünür ki, onu sonradan da ala bilərəm. İndi ehtiyac yoxdur o qədər də. İndi isə gəlin güclü offerin nümunəsinə baxaq. Misal üçün, mən insanlar deyirəm, halal yollar vasitəsilə filan gün ərzində səhifənizi pul çap edən sisteminə çevirirəm və artıq məhsul başa düşüləndir. Mən insana nə verirəm? Bir sistem verirəm. Başa düşünür ki, necə də qeyri-adidir. Yəni ancaq halal yollardan istifadə edirəm. Məni tanıyan tanıyır. Və dəqiq bir vaxt deyirəm. Falan gün ərzində. Əgər sizin offeriniz zəifdirsə, necə gücləndirə bilərik? Hansı amillər var? Gəl bu vaxt danışaq. Nəticəni rəqəmlərlə göstərin. Misal üçün, mən sizə müştəri gətirməyə köməklik edəcəm. Sizin məhsulunuza ay ərzində 50-100 müraciət almağa kömək edəcəm. Ondan sonra ikinci üslub, nəticəni müddətini deyin. Misal üçün, mən deyirəm, siz müştəri cəlb etməyi öyrənəcəksiniz. 30 gün ərzində sistemi qurub, daim müştərilər qazanacaqsınız. Sürət və ekskluzivlik. Mən deyirəm ki, siz kursa qoşula bilərsiniz. Bu cür əməkdaşlıq aya ancaq 10 nəfər üçün keçərlidir. Artıq bir limit var.
bir ekskluziv var. Bu dediyim üslubları ofisinizə tətbiq edərək satışlarınızı rahat artıra bilərsiniz inşallah. İndisi gələk Huniyə. Huniyə yəni ki, satış gifi deyirlər, yəni eyni şeydir. Huniyə nə deməkdir? Müştərini sizdən nəsə alana qədər keçdiyi yoldur. A nöqtəsindən B nöqtəsinə getdiyi yoldur. Misal üçün, giriş. Düşünək ki, 1000 nəfər sizin səhifənizi görübdür. Onlara 100 nəfər postlarınıza baxıb və sizin səhifənizi takib edibdir. Və onların içindən 50 nəfər kurs haqqında nəsə maraqlanır və onlardan 5 nəfər həmin kursu alır. Yəni bu Huninin misalıdır. Çünki ən başda çox adam olur. Amma sonda artıq az adam qalır. Eynilə su tökmək hunisi kimidir. Oradakı məqsəd sondakı olan insanın sayını artırmaqdır. Və həmin satış huni sizi qazandırmaq üçün avtomatik olsa daha gözəldir. Avtomatik huni necə olur və necə yaradılır? Yəni bu haqqda danışaq. Bu chatbot vasitəsilə avtomatik şəkildə izləyicilərinə nəyisə göndərir. PDF ola bilər, materiallar ola bilər, hansı bir endirim, siyahı və s. Və həmin material göndərdikdən sonra insanlar digər satış mərhələlərindən keçir. Göndərilən materiallar nə ola bilər? PDF ola bilər, fayl, siyahı, e-kitab, nə bilim ödənişsiz dərslər, endirim, bonuslar və digərləri. Nəyə görə sizin huniniz mütləq şəkildə olmalıdır və avtomatik olmalıdır. Fərqi yoxdur. SMM-dən başlamaq istəyirsiniz və yaxud artıq bir biznesiniz var. Düşünək ki, məndə satış hunisi yoxdur. Bu hal-hazır baxdığınız ödənişsiz dərs yoxdur. Yəni satış hunisi yoxdur, ödənişli dərs yoxdur. Mən nə edərdim? Mən deyərdim ki, konstitusiya yazılın, səhifəni necə qaldırmağı öyrənəsiniz. Və bunu deyərdim. Əgər yox, məndə ödənişsiz dərs var, hal-hazırda zaten var. Əgər ödənişsiz dərs olsa, mən nə deyərdim? 30 dəqiqə dərsə baxın və səhifəni necə qaldırmağını öyrənəcəksiniz. Bunların fərqi nədir? İkinci variantda insanlar sizin dəyərinizi görür. Sizə olan güvəni daha da artırır. Sizə isinir insan kimi. Əgər yox, bu ödənişsiz dərs olmasa, siz məni kənardan görsəniz, deyirsiniz ki, uşaqlar danışır da, heç baxmarsınız. Mənim konsultasiyama, kurslarıma və digər xidmətlərimə yazılmayacaqsınız. Niyə görə? Çünki dəyəri görmürsünüz, güvənmirsiniz, isinmirsiniz və s. Amma həmin bu cür ödənişsiz bir material, fərq yoxdur, endirim ola bilər, dedik ki, PDF və digər material insana qarşı güvənini artırır və isinir. Və digər mərhələdə ona satış etmək daha rahat olur. Və ümumiyyətlə bu cür hunilər başqa nə verir insanlara? 21 gün isidici storiesini əvəz edir və onu 20 dəqiqə, 30 dəqiqə kimi azaldır. Müştəriyə alışdan əvvəl dəyər verir. O artıq sizin işin əhli olduğunuzu və yaxud satış etdiyiniz məhsulu keyfiyyətli olduğunu bilir. Satışları avtomatikləşdirir. Müştəri özü isinir və qərar verir. Auditoriyanı filtrdən keçirdir. Nəticədə yalnız almağa hazır olan insanlar qalır. Niyə görə bu sistem işləyir? Siz insanlara məhsulu ehtiyacı olduğunu anlatmırsınız. Yəni ki, o bunu özü həmin kontent vasitəsilə anlayır. Artıq ona satış etməkdə bir məcburiyyət yoxdur. Özü gəlib deyir ki, mən almaq istəyirəm. Əsas nəticələri satış hunisi sizin pul çap edən maşındır. Yəni sizdə həqiqətən keyfiyyətli huni olsa, artıq təxmin edə bilirsiniz ki, həmin sistemlə mən nə qədər pul qazana bilərəm. İndi isə gələk trafik və reklam. Trafik, reklam, yəni eyni şey demək olar ki. Ümumiyyətlə, niyə görə çoxlarında reklamda problem var? Bəzi insanlar ümid edirlər ki, sadəcə onların səhifəsi var deyə, sadəcə onlarda köhnə müştərilər nə vaxtsa olubdur deyə, həm müştərilər onlara daimi müştərilər gətirəcək. Amma açığı desək ki, müştəri axını olası deyil. Bəli, tək-tük oradan-buradan müştəri ola bilər. Kimsə tanışını yönəldə bilər. Amma bu stabil müştəri axını gətirməyəcək. İkinci məsələ, insanlar strategiyasız reklama pul tökürlər. Əgər hansı bir insan huni olmadan səhifəyə reklam edirsə, o zaman 99% effekti olmur. Çünki insan sadəcə takipçilər yığır. Və düşünün ki, 1000 izləyicidən storiesə sadəcə 10% baxır. Qalan 90% puf oldu getdi. Artıq sizi tanımır, bilmir, sizi izləmir. Bəzi insanlar reklamın effektliyini hesablamırlar və təmiz gəlirdən. İnsanlar sadəcə reklama pul verirlər, heç bilmirlər onun effekti var yoxsa yoxdur. Və bilmirlər ki, o pulu onlar ümumiyyətlə oradan çıxardır yoxsa çıxartmır. İndi isə həmin trafiki biz hardan ala bilərik? Reklamı nə cür edə bilərik səhifəmizi? Ödənişsiz üsullar var və ödənişli.
İlk öncə ödənişli üsullardan başlayaq. Reels, Shorts, TikTok. SEO kontenti YouTube üzərində paylaşılan videoları tövsiyə edərdim. Qarşılıqlı reklam tövsiyə edərdim və mass following, amma ehtiyatlı şəkildə tövsiyə edərdim sizə. Bu 4 üslubu hal-hazırda ödənişli şəkildə edərək az da çox da olsa izləyici və müştəri yığa bilərsiniz. Bəs ödənişli hansı tövsiyə edərdim? Əlbəttə ki, Target, bloqer reklamı, Telegramda ADS. Sadəcə Telegramda ADS çətindir, çünki ora giriş hal-hazırki durumda 1500 eurodan daha çoxdur. Və toplu mesajları tövsiyə edərdim. İndi isə gəlin belə edək. Trafiki necə proqnozlaşdıra bilərik? Oqti danışaq. Yəni ki, doğrudan desək, bu qədər pul verirəm, onun qarşılığında nə qədər pul qazanıram, bu oqti danışacaq. Birinci, reklama nə qədər hərcləyirsiniz? Onu qeyd etməlisiniz. Nə qədər müraciətlər alırsınız? Onu qeyd etməlisiniz. Nəsəsin satışa bağlayırsınız? Xalis mənfiyyət nə qədərdir? Və gəlirlik nə qədərdir? Yəni, ödənişin geri qaytarması nə qədərdir? Bunları hesablamalısınız ki, görəsiniz, sizin yatırım etdiyiniz pullar sizə nə qədər verir. Və nümunə kimi reklam gəlirinin nümunəsini göstərim. Düşünün ki, sizdə büdcə 300 manatdır. Huniyə 300 nəfər daxil oldu. Və düşünək ki, həmin 3 nəfərdən 10 nəfər self-study paketi aldı və düşünək ki, onun qiyməti 30 manatdır. Sıfıra getmiş olduq. Və 10 nəfərdən, həmin o 10 nəfərdən də 3 nəfər də kursumuza yazıldı. Yəni, aylıq 100 manatdan. Ortalama düşünək ki, hər tələbə 3 ay gəlir və toplam 900 manat etmiş oldu. Yəni ki, nəticədə biz 300 manat reklama yatırım etdik və təmiz gəlirimiz 900 manat oldu. Və bundan əlavə də bizim materiallara ödənişsiz baxıblar, self-study'a pul verib baxıblar, izləyicilər bizə pulsuz gəlir. Bu qədər. Hər şey pulsuzdur, belə deyək. İndi gəlin ümumiləşdirək. Əgər yaxşı nəticələriniz yoxdursa və yaxud böyümüşsünüzsə, o deməkdir ki, yeni hərəkətlər və üslublar lazımdır 100%. Və yorulmadan, bezmədən hədəflərə doğru irəliləmək üçün sizə normal bir etibarlı sxem lazımdır. Bir dəfə onu edəsiniz və o sxem sizə daimi pul qazandırsın. Və həmin dediyim 3 addımlı qazanc sistemi sizə dəqiq əldə edə biləcəyiniz nəticələr verir və ən əsas onları nəzarət edə biləcəksiniz. Və mən verdiyim sistemi qeyd çox paylaşım etməyəsiniz deyə kömək edir. Yəni, hər gün paylaşım etməyə ehtiyac yoxdur. Bu elə bir sistemdir ki, bir dəfə qoşdunuz, daim sizə müştəri gətirəcək inşallah. Həmin verdiyim sxem isə gələcəyə rahatlıq və inam gətirir. Rahat yata bilərsiniz, nətər deyərlər. 3 addımlı sistem qazancınızda sizin həftəniz necə keçəcək təxmini. Reklamlara 1 saat vaxtınız gedəcək təxmini. Çəkilişləri 1 saat, 2-10 video arası çəkə bilərsiniz. Montaja da haradasa 2 saat gedəcək və satış kifinə də haradasa 1 saat, 2 saat vaxtınız gedəcək. Amma onu da bir dəfə edirsiniz, qutardı getdi. Qalan vaxtlarda isə sadəcə sizə maaşda verəcəyiniz işə vaxt ayırırsınız. Sadəcə bu sistem işləyir. Siz isə vaxtı ona ayırırsınız ki, mən bu sistemi necə böyüdüm ki, mənə daha çox qazanc əldə etsin. Qutardı getdi. Çünki hal-hazırda hər gün stories paylaşırsınız, reels paylaşırsınız bəlkə də, nə bilim, bütün müştərilərdən danışırsınız. Yəni, və bu sizin işinizi böyütməyə kömək etməyəcək. Bəli, bir tərəfdən qazanırsınız, amma vaxtınız yoxdur ki, bu işi necə mən addımlana bilərəm, necə irəlidə bilərəm. Bu tipli şeylər sizdə yoxdur. Ancaq iş. Bu da ki, əslində bezdirici bir şeydir. Əsas işinizi bir müdiriyyət kimi yetirmirsiniz. Yəni, inkişaf yoxdur. Bu yolu tətbiq edən insanlarda əsas səhvlər nə olur? Birinci, düzgün risk çəkə bilmirlər. İkinci, bütün mövzularda risk çəkirlər ki, əsas bağış olsun, başqa şey lazım deyil. Amma ki, bağış olduğunda da keyfiyyətsiz bağış olur. Üçüncü, izləyiciləri və müştəriləri cəlb etmək üçün düzgün şəkildə targetdən istifadə etmirlər. Dördüncü, düzgün satış gifləri yoxdur. Beşinci, avtomatik satış edə bilmirlər. Və altıncı, səhifəsi satış yönümlü deyil. Bu səhvlər var insanlarda. Əgər bu səhvləri insanlar düzəltsə, artıq rahatlıqla öz gəlirlərini sosial media üzərində qaldıra bilir. Belə bir sistemi biz necə hazırlaya bilərik ki, yəni iş alınsın. Bizə offer lazımdır, trafik lazımdır və huni lazımdır dediyimiz kimi. Və mən Instagramda stabil qazanc üçün
3 addımı hər biri detallı şəkildə öz Instapool mini kursumda paylaşmışam və sizi ora dəvət edirəm. Bu dediyim Instapool mini kurs kimə uyğundur? Əsas 4 tip insanlara uyğundur. Birinci, artıq insan sosial media üzərində satışlar edir, sadəcə o satışlarını artırmaq istəyir. İkinci, yerdən asılı olmayaraq Instagramda satış edən sahibkarlara. Üçüncü, özünüzə və yaxud da müştəriniz varsa, onların işini böyütmək üçün, yeni SMM bilikləri əldə etmək üçün və dördüncü, SMM-i öyrənib pul qazanmaq istəyənlər insanlar üçün. Yəni bu 4 kateqoriyaya çox tövsiyə edirəm. Bir sözlə halal yolla biznesinizi inkişaf etdirmək, satışlarınızı artırmaq və yaxud SMM sahəsində qazanc əldə etmək istəyirsinizsə, mənim Telegram kanaldakı olan anketini doldurun. Əgər həmin anketi tapmasanız, bu videonun açıqlamasında və yaxud başa vurulan yorumlarda həmin linkini, anketini tapa bilərsiniz. Sadəcə 1 dəqiqə vaxt ayırın və o formu doldurun inşallah ki. Axırda isə mən və yaxud menecerim sizinlə əlaqə saxlayıb həmin mini kurs haqqında ətraflı məlumat verəcəkdir. Məndən bu qədər. Səhifəmi takip etməyi unutmayın və gedib anketi doldurun. Bu fürsətdən yararlanmağı qaçırmayın.